Salam, xoş gördük. Bugün biz izah edirik bir məhsullu tənliklər və məsələlər. Hər birindən önəmli yerlərini izah edəcəm. Daha sonra isə test tapşırıqlarının üzərində də bəzilərindən nümunə izahları da verəcəm. Başlayaq birinci tənliklə edilir. Dəyişəni olan bərabərliyə tənlik deyilir. Yəni siz bərabərlik misal formasında yaza bilərsiniz. Tutaq ki 100 üstə gedək 20 bərabərdir 120. Amma əgər bunun içərisində artıq dəyişən iştirak edirsə, bu bərabərliyin içərisində dəyişən iştirak edirsə, bunlara deyilir tənliklər. İçərisində dəyişən olan tənliklərə, dəyişən olan ifadələrə deyilir bərabərliklərə tənliklər deyilir. Tənliklərdə deməli bu x-ə dəyişən də deyilir, məhcul da deyilir. Yəni burada axtarılan bu məhculdur da. Hər bir hərflə də işarə olması mümkündür. Yəni həmişə x ilə qarşınıza çıxmayacaq. Məsələn, tənliklərdən göstərir. Tutaq ki, x kvadrat plus 8 bərabərdir 10 və ya modulda x bərabərdir. Tutaq ki, 7. Hər biri yəni müəyyən bir tənliklərdir. Tənliyi doğru bərabərliyə çevirən qiymətə onun kökü deyilir, həlli deyilir. Məsələn, 2x üstə gəlsin 2 bərabərdir 6. Bir də deyək, məsələn, x üstə gəlsin 4 bərabərdir. 2x üstə gəlsin, fərqli olsun biraz. 5x üstə gəlsin 5 bərabərdir, məsələn, 10. Bu tənliklər görə eyni güclüdür, ya yox. 2x bərabərdir 4, x bərabərdir 2. 5x bərabərdir 10, x bərabərdir 2. Yəni bunu hamısı x ilə olmaya da bilər də, b də ola bilər, tutaq ki. Əgər hər birinin həlli eyni ədəddirsə, eyni ədədə bərabərdirsə, bunlara eyni güclü tənliklər deyilir. Tənliyin hər iki tərəfini eyni bir ədədə artıq hasillər gəlir. Eyni bir ədədə vura bilərik, bölə bilərik. Hər bir tərəfini eyni ədədə əlavə edə bilərik və ya eyni bir ədədə çıxa bilərik. Tutaq ki, məsələn, 2x bərabərdir 4. Əvvəla bu tənliyi məsələn həll edək. X bərabərdir 4 bölünsün 2, x bərabərdir 2. Bu bizim tənliyimizdir. Deyirik ki, tənliyin hər tərəfinə eyni ədədə əlavə etsək, tənlikdə kökündə heç bir dəyişiklik baş verməyəcək. Məsələn, üstə gələk 3, üstə gələk 3. Tutaq ki, 2x bərabərdir 7. Bunu da keçəcək bu tərəfə, çıx 3. 2x bərabərdir 4, x bərabərdir 2. Yenə də onun öz qiymətini aldı. Və ya hər tərəfi eyni ədədə bölə bilərik. 2x bölünsün 5 bərabərdir 4 bölünsün 5. Çarpaz formada vursaq, 10x bərabərdir 20, x bərabərdir 2. Yəni bu xassələri yadınızdan çıxartmayın. Hər birini göstərməyəcəm. Top çıxma ilə bir dənə vurması qaldı. Bunu qayda kimi yadınıza saxlayın ki, tənliyin hər iki tərəfini eyni ədədə, amma eyni bir ədədə də, yəni bir tərəfini 3-ə vur, bir tərəfini 5-ə vur, əlbəttə orada müəyyən bir dəyişiklik baş verəcək. Amma eyni ədəddən söhbət gedərsə, bu zaman heç bir dəyişiklik baş verməyəcək. Gəldik bir dəyişənli xətti tənliklərə. Burada da bəzi nüanslar var. Bir dəyişənli xətti tənliklər nədir? Bir dəyişənli xətti tənliklər AX bərabərdir B formasında olan tənliklərə deyilir bir dəyişənli xətti tənliklər. İkisi də tapmaq üçün B-ni A-ya bölmək lazımdır. Deməli, burada bəzi diqqət olunacaq məqamlar var. 1. Yəni, burada A-dan və B-nin aldığı qiymətlərdən asılı olaraq onun bir kökü və ya kökü yoxdur və ya sonsuz sayda kökü var kimi deməli, misallar qarşınıza çıxacaq. Deməli, başlayaq bir kökdən. Əgər A sıfırdan fərqlidirsə, deyilir ki, tənliyin bir kökü var. Burada B-dən söhbət getmir də, A-dan söhbət gedir. A da nədir? X-in əmsalı. Əgər X-in, dəyişənin əmsalı sıfırdan fərqlidirsə, bu zaman o tənliyin 100% bir qiyməti olacaq. İstəyir sıfır, istəyir nə bilim, natural, istəyir onluq, istəyir dövr bir qiymət alacaq. Məsələn, tutaq ki, 3x bərabərdir 7. X bərabərdir, yəni burada A 3-dür də, 7 bölünsün 3, yəni 2/3-də 1. Amma bu formada çıxmayacaq da qabağınıza. Deyəcək ki, məsələn, A üstə gəlsin 2 bərabərdir 10. Məsələn, deyir ki, A-nın hansı qiymətində tənliyin bir kökü var?
A dedik ki bir kökü olması üçün x-in əmsalı dedik ki deməli onun bir kökünün olması üçün bərabərliyin sağ tərəfi yox, bizim üçün sol tərəfi, yəni x-in əmsalı bizə maraqlıdır. Bir kökü olması üçün o sıfırdan fərqli olmalıdır. Bunu sıfıra çevirən qiymət, yəni sıfırdan fərqli olmalıdır bu. Onda a bərabər deyil, -2-yə. A bərabər deyil, -2-yə. Yəni a əgər -2 qiymətini alsa, artıq onun bir kökü olmayacaq da. Yəni bu zaman başqa bir qaydaya gedib çıxır. Deyirik ki, a-nın -2-dən fərqli qiymətin istənilən bir qiymətində onun bir dənə kökü vardır. Gəldik ikinciyə. Kökü yoxdur. Kökü yoxdur, necə olacaq? Ax bərabərdir B formasında olan tənlikdə əgər A sıfıra bərabərdirsə deyilir ki, onun kökü yoxdur. Nəyə görə? Məsələn, 0x bərabərdir tutaq 7. X bərabərdir 7-nə 0-a bölünməzdə. Bu belə bir şey mümkündürmü? Yəni məxrəcdə necə deyim? 0 ola bilərmi? Biz həmişə buna nə deyirik? Deyirik, məsələn, mənası yoxdur, bunun həlli yoxdur kimi ifadələrimizi yazırdıq. Və bu zamanda bu bir dəyişənli xətti tənliklərdə də məsələn qabağınıza necə çıxacaq bu misal formasında? Deyəcək ki, tutaq a çıx 5, x bərabərdir tutaq 15. Deyir, a-nın hansı qiymətində onun kökü olmaz. A-nın hansı qiyməti deyəndə x-in qarşısındakı bu əmsalı götürüb sıfıra bərabər edirik. Yəni kökü olmaması üçün onun əmsalı 0 olmalıdır. Deməli, a-nın 5 qiymətində bu tənliyin kökü olmayacaq. Gəldik sonsuz sayda həllə. Üçüncü. Ax bərabərdir B. Əgər A da 0-a bərabərdirsə, B də 0-a bərabərdirsə, deyirik ki, bunun sonsuz sayda həlli var. Yəni, tutaq ki, A çıx 7. X bərabərdir B plus 8. Deyir, A-nın B-nin hansı qiymətində və ya belə deyir ki, bu tənliyinin sonsuz sayda həlli var. Yəni artıq bizə onu deyir. Sonsuz sayda həlli var. Bizə deyir ki, məsələn, A ilə B-nin hasilini tap. Yəni sırf belə misallar qabağınıza çıxacaq. Əgər sonsuz sayda həlli var deyirsə, onda belə çıxır ki, bunun x-in əmsalı da 0-dır və sağ tərəfdə 0-a bərabərdir. Hər ikisini götürüb 0-a bərabər eləyirik. A bərabərdir 7. B üstə gəlsin 8 bərabərdir 0. B bərabərdir -8. Bizdə də A ilə B-nin hasilini istəyirdi. 7 vurulsun -8, o da eləyir -56. Yəni bir dəyişənli xətti tənliklərindən bağlı deyəcəklərimiz bunlardır. Kökü yoxdur deyəndə x-in əmsalı 0-dan fərqli olmalıdır. Kökü, daha doğrusu bir kökü var deyəndə. Kökü yoxdur deyəndə x-in əmsalı 0-a bərabər olmalıdır. Və ya sonsuz sayda həlli var deyəndə həm x-in əmsalı, həm də b 0-a bərabər olmalıdır. Yəni orada artıq 0 bölünsün 0 olur. Bunun da sonsuz sayda həlli əmələ gəlir. Deməli, bir dəyişənli xətti tənliklərdən danışdıq. Gəldik kvadrat tənlikləri. Kvadrat deməli, kvadrat tənliklərlə biz tanış olmuşuq 8-ci sinifdə. Ax kvadratı üstə gəlir bx üstə gəlsin c bərabərdir 0. Bu formada olan tənliklərə deyilir kvadrat tənliklər. Yəni adından da göründüyü kimi burada bir kvadrat var. Burada A-dan B-yə və C-yə deyilir əmsallar. X-ə isə deyilir dəyişən, məhsul və ya məhsul. Yəni bu tapdığımızda. A-ya deyilir baş əmsal. A bizim baş əmsalımızdır. Yəni x kvadratının əmsalına deyilir baş əmsal. C-yə isə deyilir sərbəst hədd. Siz bundan çox hədlərdə tanışsınız. Sərbəst hədd, sərbəst dəyişən, sərbəst həddiniz. Bu sizin sərbəst həddinizdir. Gəldik. İndi buradan düzüm həll olma qaydasından danışacağıq. Bir dənə danışaq. Nədən? Çevrilmiş kvadrat tənlik nədir? Məsələn, buna nümunə göstərək. 5x-in kvadratı üstə gəlsin 8x üstə gəlsin. Tutaq çıxılsın.
7'də 1 bərabərdir 0. Demək buna deyilir kvadrat tənliklər. Yəni siz kəsir ədədi görəndə, yəni çaşmayın da oradan. Kəsir görəndə deyin ki, məsələn bu kvadrat tənlik deyil. Kvadrat tənlik olması üçün onun əmsallarının fərqi yoxdur. Nə olsa ola bilər. Tək ki onun dəyişənləri məxrəci də olmasın. Belə deyim. Burada məsələn bizim baş əmsalımız 5'dir, B-miz 8'dir, sərbəst həddimiz də -7'də 1'dir. Yəni götürəndə öz işarəsi ilə bərabər götürün. Gəldik indi çevrilmiş kvadrat tənlik nədir? Çevrilmiş kvadrat tənliklər. Çevrilmiş kvadrat tənliklər necə olur? Məsələn 2x-in kvadratı üstəgəlsin 4x üstəgəlsin 8 bərabərdir 0. Bu kvadrat tənlikdir. Çevrilmiş kvadrat tənlik o tənliklər deyilir ki, orada a-nın əmsalı 1'ə bərabərdir. Və ya məsələn verilmiş kvadrat tənlikdən çevrilmiş kvadrat tənliyi necə ala bilərik? Hər tərəfi a-nın əmsalına bölərəkdən ala bilərik. A-nın əmsalı x kvadratının əmsalına bölə bilərik. Burada a məsələn 2'dir. Demək hər tərəfi biz 2'yə bölsək, demişdik axı, hər tərəfi eyni ədədə bölsək heç bir şey dəyişmir. Alınacaq nə? X kvadrat üstəgəlsin 2x üstəgəlsin 4 bərabərdir 0. Kimi tənliyimizi aldıq. Artıq buna deyilir çevrilmiş kvadrat tənlik. Çünki burada a-mız 1'ə bərabərdir. Yəni bura 1'ə bərabərdir. Ona görə buna deyilir çevrilmiş kvadrat tənliklər. Gəldik kvadrat tənliklərin həlli üsullarına. Diskriminant falan biz bunları məktəbdə keçmişik. Kvadrat tənliklər. Həlli. Deməli ax kvadratı üstəgəlsin bx üstəgəlsin c bərabərdir 0. Birinci yol nədir? Birinci yolu düz biz bu kvadrat tənliklərin həll olunmasını keçmişdik. Yəni necə keçmişdik? Əgər yadınıza gəlirsə x kvadratı üstəgəlsin məsələn 8x üstəgəlsin 15 bərabərdir 0. Bunu məsələn biz tapa bilirdik. Yəni buna deyilir vuruqlara ayırma üsulu ilə həlli. Vuruqlara ayırma üsulu ilə həlli. Vuruqlara ayırma üsuluna biz məsələn bunu həll eləyəndə deyirdik ki, hansı iki ədəddir ki, vuranda 15 eləyir, amma onları toplayanda 8 eləyir. Tapırdıq ki, bu məsələn 3-lə 5'dir. Yazırdıq ki, x üstəgəlsin 3, x üstəgəlsin 5 bərabərdir 0. Sonra da bunun hər ikisini ayrı-ayrılıqda x üstəgələk 3 bərabərdir 0, x üstəgəlsin 5 bərabərdir 0 tənliyini qurub həll eləyirdik və x eləyirdi -3-lə -5. Deyirdik ki, bu kvadrat tənliyin kökləri 2 dənə kökü var. Birinci kökü x bərabərdir -3, ikinci kökü də x bərabərdir -5. Buna deyilir vuruqlara ayırma üsulu ilə həlli. Çevrilmiş kvadrat tənlikdə belə idi, yəni əmsal 1 olanda. Bir də var idi, məsələn 2x-in kvadratı tutaq ki, üstəgəlsin neçə olsun? x kvadratı çıxılsın 8x üstəgəlsin 6 bərabərdir 0. Bunu necə vuruqlara ayırırdıq? Məsələn, bayaq çevrilmiş kvadrat tənliyidir. Bunun vuruqlara ayrılması asan idi. Amma artıq məsələn bu formada gələndə necə deyirdik? Deyirdik ki, bu hansı iki ədəddir ki, bir-birinə vuranda mən götürək də məsələn. Bir-birinə vuranda tutaq 12 eləyir, amma toplayanda isə yenə də x-in əmsalı -8 eləyir. Bunlar hansı ədədlər ola bilər? Bu ədədlər ola bilər -2 ilə məsələn -6. Bu ədədləri tapandan sonra indi bunu vuruqlara ayırırdıq. Birini tapdıq -2, birini də tapdıq -6. Bu -2 ilə -6'dan istifadə edib bu ortadakı -8'i parçalayırdıq.
Amma kənardakılarda heç bir dəyişiklik baş vermirdi. Çıx 2x, çıx 6x, üstə gəlsin 6 bərabərdir 0. Daha sonra isə məsələn nəyi qarşıya çıxarda və x-in götürürdük. Ortaq vuruq nədir? Qabağa çıxardıq. Tutaq ki, məsələn 2x kvadratı ilə 2x-dən hər ikisindən ortaq 2x-i qabağa çıxarda bilərik. Qaldı x çıxılsın 1. Sonra mənfi 6x-dən müsbət 6-dan nəyi qarşıya çıxarda bilərik? Mənfi 6-nı qabağa çıxarda bilərik. X çıxılsın 1 bərabərdir 0. Hər ikisində x çıx 1 ortaqdır. Qarşıya çıxartdıq. Burada qaldı 2x. Burada qaldı mənfi 6 bərabərdir 0. Hər ikisini ayrı-ayrı götürüb 0-a bərabər eləyirik. X bərabərdir 1. X bərabərdir 3. Yəni bu 6-nı necə aldım? Mənfi 6-nı bu tərəfə keçirdim. Müsbət 6 elədi və 6-nı da 2-yə böldüm. Elə də 3-dür. Ki, məsələn, bu tənliyin 2 dənə kökü var. Biri 1-dir, biri də 3-dür. Buna deyilir vuruqlara ayırma üsulu ilə həlli. Amma öz əsl yolunu indi keçək. Deməli, misal olsun. X kvadrat yazaq, məsələn. Çıxılsın 8x, üstə gəlsin 15 bərabərdir 0. Buradan yolunu yazaq. Deməli, kvadrat tənliklərin həll olması üçün diskriminant yolundan istifadə olunur. İnşallah yadınızdadır. Diskriminant bərabərdir. B kvadrata çıxılsın 4ac. Diskriminantı tapırdıq. Daha sonra isə x1 bərabərdir. Mənfi b üstə gəlsin kökdədir. Bölünsün 2a. x2 bərabərdir. Mənfi b üstə gəlsin, çıxılsın kökdədir. Bölünsün 2a. Yəni bu x1 ilə x2-də 2-də dəyişən sadəcə nədir? Diskriminant kökdə d-nin qarşısındakı işarə. Yəni bir dəfə toplamasını yazırlar, bir dəfə də çıxmasını yazırlar. İndi gəlin bu tənliyi məsələn biz həll eləməyə başlayaq. İndi bunu həll eləyək. Əvvəla məsələn əgər qarşıdırırsınızsa ilk başda yaza bilərsiniz. Məsələn A budur, B budur, C budur. A bərabərdir. Burada 1, B bərabərdir. Mənfi 8, C bərabərdir 15. Məsələn, bunu həll etmək istəyirik. Diskriminant. Yazanda da birinci düstur yazın. Ondan sonra başlayın yerinə qoyun. Deməli, mənfi 8-in kvadratı çıxılsın 4 vurulsun 1 vurulsun 15 bərabərdir 64 çıxılsın 60 bərabərdir 4. Diskriminantı tapdıq 4. İndi x1 bərabərdir x1 bərabərdir 2 vurulsun a mənfi b üstə gəlsin kökdədir bərabərdir mənfi. Deməli b'miz burada mənfi 8-i. Amma bir də misalın özündə də bir də mənfi var. Üstə gəlsin, düsturun özündə daha doğrusu kökdə 4 bölək 2 vurulsun 1. Mən yəni izah edirəm, deyini hamısını dənə-dənə bir-bir yerində yazıram. Əgər görürsünüzsə birbaşa məsələn 2 mənfi var, müsbət eləyir, kökdə d-dan nə çıxır, onu siz onsuz artıq o qədər yazarsınız ki, birbaşa yazacaqsınız. Sadəcə mən izah edirəm deyə bu formada yazıram. Deməli, mənfi, burada da bir dənə də mənfi 2, mənfi elədi müsbət 8. Üstə gəlsin, kökdə 4-dən çıxdı 2, aşağıda da var 2. 8 ilə 2-ni topladıq 10, 10 da 2-yə böldük, elədi 5. Bu birimiz. İkinci, x2-miz bərabərdir. Mənfi də yazmayaq da bunu. Eyni şeydir, yəni bu etapları eyni gəlir. Bir dənə burada dəyişən 8 çıxılsın 2 bölünsün 2, 6 bölünsün 2, bu da elədi 3. Deməli, bir kökü 5-dir, bir kökü isə 3-ə bərabərdir bu tənliyi. Bu qədər. Diskriminant həll olunması üsulları bu qədər. Başqa bir şey. Yəni, bu həll olması, diskriminant həll olmasına başqa bir şey izah eləməyəcəm. Gəldi indi bunun necə bayaqların, məsələn biz danışdıq ki, AX bərabərdir B-nin bir kökü var, kökü yoxdur və ya sonsuz sayda kök var. Bundan danışmışdıqsa, eyni qaydanı biz kvadrat tənlik üçün də danışacağıq. Birinci, 2 kökü var.
və ya iki müxtəlif kökü də deyirlər şərtdə, misalın şərtində. Bu zaman diskriminant böyük olmalıdır sıfırdan. Yəni diskriminant burada nə alırsa alsın, tək ki müsbət qiymət alsın, deyilir ki, onun 2 dənə müxtəlif kökü vardır. Məsələn, necə? Tutaq ki, 5x-in kvadratı çıxılsın 2x çıxılsın 8 bərabərdir 0. Bunun soruşur, məsələn, gələ mən birinci bütün qaydaları izah edeyim, ondan sonra misal gətirim. İkinci, deyilir ki, məsələn, 2, bir kökü var, yeganə kökü var. Yeganə kökü var və ya bəzən də deyə bilər ki, 2 bərabər kökü var. Yəni, bu kvadrat tənliklərin 2 kökü olur. Yeganə kök və ya 2 bərabər kök, yenə də bir kökdən söhbət gedir. Bu zaman diskriminant 0-a bərabər olmalıdır. Üçüncü gəldi, kökü yoxdur. Kökü yoxdurun da qaydası belədir, diskriminant 0-dan kiçik olsun. Məsələn, deyir ki, a x-in kvadratı çıx 4x üstə gəlsin 4. Məsələn, deyir ki, burada, bu tənlikdə a-nın hansı qiymətində onun, məsələn, birinci 2 kökü var. İkinci, kökü yeganədir. Və ya 2 bərabər kök var, eyni şeydir. Üçüncü, kökü yoxdur. Deməli, indi bunu həll edir. A-nın hansı qiymətində bizdən soruşur. Deməli, birinci gəlir, 2 kökü var. Dedik ki, 2 kökünün olması üçün diskriminant 0-dan böyük olmalıdır. Yəni, d bərabərdir, b kvadratı çıx 4ac böyük olmalıdır 0-dan. Gəlin indi yerinə qoyaq. -4-ün kvadratı çıxılsın 4 vurulsun, 4 vurulsun a böyükdür 0. 16 çıxılsın 16a böyükdür 0. 16 böyükdür 16a və hər tərəfdə 16-ya böləndə 1 böyükdür a və ya a kiçikdir 1. Deyirik ki, a-nın 1-dən kiçik qiymətində onun 2 dənə kökü vardır. Yəni, bu artıq bərabərsizliyin həll olunma qaydasıdır. Görün, buradan şübhəli nəsə sizə çatmayan bir şey ola bilərmi? Necə ki, tənliyi həll edəndə ədəd bir tərəfə, dəyişən bir tərəfə keçirdisə, bu -16a-nı da keçirdim bu tərəfə, elədi müsbət 16a. Və necə ki, tənliyi, məsələn, 5x bərabərdir 5-də hər tərəf x-i tapmaq istəyəndə 15 deyim də, 15-i 5-ə bölmürdüsə, bunu da eyni şeydir. Sadəcə ortada bərabər yoxdur, elə bil onun əvəzinə bir dənə bərabərsizliyin işarəsi vardır. Hər tərəfə 16-ya da böləndə, daha doğrusu 16-nı da 16-ya böləndə qaldı 1. Ortadakı işarə hələ ki dəyişmir də, bu formada da qalır. 1 kiçikdir a və ya yerini də dəyişsək, a kiçikdir 1-dən. Deyirik ki, a-nın 1-dən kiçik qiymətində onun 2 dənə kökü vardır. Gəldik, indi ikinci, yeganə kökü var. Məsələn, yeganə kökü olması üçün də dedik ki, diskriminant 0-a bərabər olmalıdır. Yəni nə? -4-ün kvadratı çıxılsın 4 vurulsun, 4 vurulsun a bərabərdir 0 olmalıdır. 16 çıxılsın 16a bərabərdir 0. 16 bərabərdir 16a. A bərabərdir 1 qiymətində deyirik ki, tənliyin yeganə kökü var və ya 2 bərabər kökü var, 1 kökü var. Yəni belə. Gəldik üçüncüyə, kökü yoxdur qaydasına. Dedik ki, diskriminant 0-dan kiçik olmalıdır. Əgər, bax, siz tutaq ki, həmin bu etap yenə bir də təkrarlanacaq və bura qədər. Bura qədər eyni gedəcək. Sadəcə dəyişiklik nə olacaq? Məsələn, deyirik ki, 2 kökü olması üçün a böyükdür, a kiçikdir 1 olmalıdır. Əgər biz axtarırıqsa ki, onun kökü olmasın, bu zaman a böyükdür 1 qiymətində onun kökü olmayacaq.
Yeni özünüzdən yəni ədəd də qoyub yoxlaya bilərsiniz doğrudan da. Getdik başqa. Məsələn, bizə deyə bilər, hələ ki viet düsturlarından danışmamışıq, onun danışaq, sonra tənlikli olmaqdan da danışaq. Viet düsturları viet düsturları çevrilmiş kvadrat tənliklər, yəni üzərindən düsturlar bizə verilir. Bunu əslində vuruqlara ayırma deməli yerində biz olsa bundan biraz yəni viet düsturlar bilməyərəkdən artıq yəni o hissədə bundan tanış olmuşuq. Da x kvadratı çıxılsın 5 çıxılsın x çıxılsın 14 bərabərdir tutaq ki 0. Viet düsturları nədir? Deməli x1 ilə bunu yazacaq ondan sonra x kvadratı üstə gəlsin px üstə gəlsin q bərabərdir 0. Deyir ki x1 yəni x2 bunun kökləridir. x1 ilə x2 x-in əmsalının mənfisinə bərabərdir. Tənliyin yəni kökləri, bu tənliyin kökləri cəmi verir x-in əmsalının mənfisini, amma hasili də verir q-nü, yəni sərbəst həddi. Deməli, məsələn, bu viet düsturlarda çevrilmiş, yenə deyirəm, kvadrat tənliklər üzərindən bizə verir. Tutaq ki, x kvadratı çıx 5x çıxılsın 14 bərabərdir 0. Bunun viet düsturları ilə məsələn köklərini tapmaq istəyirik. Dedi ki, onların köklərinin hasili c-ni verir, -14'ü verir. Amma x1 ilə x2'nin cəmi isə x əmsalının mənfisini verir. Yəni 5'i verir. Bu hansı ədədlər ola bilər? Yəni biz buradan birbaşa, yəni diskriminatsız falansızı bu tənliyi həll edə bilərik. Bu hansı ədədlər ola bilər? Əvvəla hasil mənfidirsə, deməli bunun biri mənfidir, biri müsbət. Əgər cəm müsbətə bərabərdirsə, deməli burada böyüyün işarəsi müsbətdir. Kiçiyin işarəsi mənfidir. Bəs nəyə vuranda 14 eləyə bilər? 1'i 14'ə vuranda eləyə bilər, 2'ni 7'yə vuranda eləyə bilər. Deməli bizə artıq 2 7 lazımdır. Çünki bu 2 7-dən 5'in törənməsi mümkündür də. 1 ilə 14'dən 5 nətər əmələ gəlsin ki? Deməli biri 7-dir, biri 2. Hansı müsbət, hansı mənfidir? Dedik böyük müsbət olmalıdır. Yəni 7 müsbətdir. Amma kiçik isə mənfidir. Doğrudan da 7 ilə mənfi 2'ni vuranda -14 eləyir. 7 ilə mənfi 2'ni toplayanda da müsbət 5 eləyir. Deməli bu tənliyin köklərindən biri 7'dir. Digəri isə mənfi 2'yə bərabərdir. Yəni bayaq məsələn geri qayıdım. Bayaq məsələn siz burada tapırdınız ədədləri, sonra vuruqları ayırırdınız. Vuruqları ayırandan sonra köklərini tapırdınız. Eyni, yəni həmin kökləri tapırdınız. Yəni bu etap sanki bax bu etap getmir. Bu etap getmir, yoxdur. O siz onu elə bil birbaşa artıq tapırsınız ki, düsturuna. Yəni x1 budur, tənliyin kökünün biri bu 7'dir, bir də -2'yə bərabərdir. Gəl bunu bir misalın üzərində həm vuruqlara ayırma ilə, həm də viet düsturları ilə göstəreyim. Məsələn, deyirəm x kvadrat neçə olsun? X kvadrat məsələn, üstə gəlsin 4x çıxılsın 21 bərabərdir 0. Bunu bir dəfə vietlə yazacağım, bir dəfə də vuruqlara ayırma ilə yazacağım. Yəni vuruqlara ayırma da bizə lazımdır. Yəni sırf misal qabağınıza çıxacaq ki, bunu vuruqlara ayırın. Hə, bu vuruqlara ayırmanı bilməkdir, yəni yaxşıdır. Bilməliyik daha doğrusu. Amma viet düsturlarını biraz bizim işimiz belə deyək də asanlaşdırır sanki. Deməli, vuruqlara ayıranda məsələn baxırdıq ki, hansı iki ədəddir ki, bir-birinə vuranda -21 eləyir, amma onları toplayanda müsbət 7 eləyir. Deyirdik ki, bu ədədlərimiz biri 7'dir, biri də
-3'dür. Yazırdıq x üstə gəlinsin 7, x çıxılsın 3 bərabərdir 0, x bərabərdir -7, x bərabərdir -3. Deyirik tənliyin biri, köklərindən biri -7'dir, biri isə -3'ə bərabərdir. Yəni gəlin bunu eyni qayda ilə Viet düsturları ilə yazaq. Dedik ki, hansı iki ədəd ki, yəni Viet düsturları bizə deyir ki, cəm x-in qarşısındakı əmsalın mənfisini verir, amma hasil yenə də eyni qayda ilə c-ni verir, -21 verir. Bunlar hansı ədədlər ola bilər? Əvvəla hasilin mənfi olması buna bizə bildirir ki, biri mənfidir, biri müsbət. Toplayanda əgər -4'ə bərabər eləyibsə, deməli bunun böyük kökü mənfiyə bərabərdir ki, böyüyün işarəsini götürüb mənfi yazılmışdır. Bu hansı ədədlər ola bilər? 7 ilə 3. Amma böyüyü mənfi olmalıdır. Yəni -7 ilə -3. Deməli x1 bərabərdir -7, x2 də bərabərdir müsbət 3. Bu da sizin Viet düsturlarınız. Deməli Viet düsturlarından başqa cür necə misal qabağınıza çıxa bilər? İndi düzdür, kitabdan izahlar verəcək. Necə misallar qabağınıza çıxa bilər? Məsələn, deyə bilər ki, tutaq kökləri 3 ilə 5 olan kvadrat tənlik qurun. Dedik ki, x1 ilə x2'nin hasili verəcək c-ni, x1 ilə x2'ni də toplayanda eləyəcək x-in əmsalının mənfisini. x1 ilə x2 toplayanda 8 x kvadrat çıx 8x üstə gəlsin 15 bərabərdir 0. Bax, vurduq, c-ni əmələ gətirdik, topladıq, x-in əmsalını əmələ gətirdik, amma nə ilə? Mənfisi ilə. Burada x kvadrat var. Bir də yazaq, məsələn, -2 ilə 4. Deyir, bunun kvadrat tənliyin qur. X kvadrat. Bunları bir dəfə toplayırıq. Elədi müsbət. Elədi müsbət 2. Bunları bir dəfə bir-birinə vurduq. Elədi -8. Deməli, bunun mənfisini götürəcək də. -2x çıxılsın 8 bərabərdir 0. Bu da oldu bizim köklərə əsasən kvadrat tənliklərin qurulması. Məsələn, bu Viet düsturları həmişə çevrilmiş formada qabağınıza çıxmır da. Tutaq ki, 3x'in kvadratı üstə gəlsin 6x, üstə gəlsin çıxılsın 15 bərabərdir 0. Məsələn, bu formada qabağınıza çıxanda siz burada deyə bilməzsiniz ki, burada x1 ilə x2'nin cəmi -6'dır, amma x1 ilə x2'ni vuranda -15'dir. Yəni bunu deyə bilməzsiniz. Yəni nəyə görə deyə bilməzsiniz? Çünki biz dedik, çevrilmiş kvadrat tənliyi o vaxt danışa bilərik ki, o Viet düsturlarla o vaxt danışa bilər ki, burada çevrilmiş kvadrat tənliyi olsa. Biz məcburuq ki, burada hər tərəfi x kvadratın əmsalına bölək. O da eləyir x kvadrat üstə gələk 2x çıxılsın 5 bərabərdir 0. Düz yazdım. Bərabərdir 0. Bundan sonra Viet düsturlarına danışa bilərsən. x1 ilə x2'nin cəmi -2'dir, amma x1 ilə x2'ni vurulsun -5'dir. Yəni həmişə bu ədədləri tapmaq məcbur deyilsiniz. Məsələn, qabağınıza belə bir şey çıxacaq. Misal çıxacaq. Deyəcək ki, tutaq x kvadrat çıxılsın 3x üstə gəlsin 7 bərabərdir 0. Deyəcək ki, tutaq x1 kvadratı üstə gələk x2 kvadratını hesabla. Bu misalda yazmaq üçün müxtəsər vurma düsturunu uşaq yaxşı bilməlidir ki, bax bu bizə hansı müxtəsər vurma düsturunu xatırladır? A kvadrat üstə gələk b kvadratını xatırladır. Bu da belə olurdu. x1 üstə gələk x2'nin kvadratı çıx 2x1 x2. Deməli, burada hələ x1 ilə x2'nin cəmi eləyir 3. x1 ilə x2'nin hasil də eləyir müsbət 7. Gətirib yerinə qoysaq, 3'ün kvadratı çıxılsın 2 vurulsun 7 bərabərdir 9 çıxılsın 14, o da eləyir -5. Yəni, müxtəlif cür qabağınıza Viet düsturları onsuzda çıxa bilər. Nədən danışaq? Deməli, tamam kvadrat tənliklərdən danışmamışıq.
modul tənliklərdən danışacağıq, kökdə olan tənliklərdən danışacağıq. Hələ bir məsələ həllərimiz də var. Gedilən yol falan. Danışaq birinci natamam kvadrat tənlikdən. Natamam kvadrat tənlik nədir? Natamam kvadrat tənlik B və ya C hər hansı biri və ya hər ikisi sıfıra bərabərdirsə bir natamam kvadrat tənlik əmələ gəlir. Burada A sıfırdan fərqli olmalıdır. Məsələn, AX kvadratı üstə gəlsin BX, üstə gəlsin C dedik. Bunlara deyilir bərabər 0 deyilir. Bunlara deyilir kvadrat tənliklər. Amma məsələn, hər hansı biri yoxdursa, ya bu və ya hər ikisi yoxdursa, buna deyilir natamam kvadrat tənliklər. Məsələn, tutaq ki, B sıfıra bərabərdir, amma C sıfıra bərabər deyil. Tutaq ki, AX kvadratı üstə gəlsin C bərabərdir 0 formasında bir tənlik əmələ gəlir. Natamam kvadrat tənlik əmələ gəlir. Burada deməli, 2 dənə, deməli bu kvadrat tənlikdə x kvadratı, ax kvadratı bərabərdir mənfi c, x kvadratı bərabərdir mənfi c bölünsün a və burada belə deyək də tənliyin 2 dənə kökü olacaq. 2 dənə müxtəlif işarəli kökü olacaq. Bu bir. İkinci gəlir nə? Bu birinci. İkinci gəlir c sıfıra bərabər olarsa, sıfırdan məsələn fərqli 2 dənə kökü olur. Birincidə sıfırdan fərqli 2 dənə kökü olur. Əgər c sıfıra bərabər deyilsə. Gəldi ikinci, c sıfıra bərabərdir, amma b sıfırdan fərqlidir. Məsələn, ax kvadratı üstə gəlsin bx bərabərdir 0. Burada deyilir ki, tənliyin bir kökü sıfırdır. Bir kökü sıfırdır. İkinci kökdə hər hansı bir ədəddir. Bu nəyə görə belə olur? Məsələn, 5x-in kvadratı üstə gəlsin 8x bərabərdir 0. Burada c yoxdur da. Natamam kvadrat tənlikdir. Bunu həll eləyəndə hər ikisindən ortaq x-i qabağa çıxardırlar. Qaldı 5x üstə gəlsin 8 bərabərdir 0. Artıq bu demişdik də hasil sıfıra bərabər olması üçün ya ikisi də sıfır olmalıdır, ya biri sıfıra bərabər olmalıdır. Burada hər ikisini ayrı-ayrı götürüb sıfıra bərabər edilir. X bərabərdir 0, 5x üstə gəlsin 8 bərabərdir 0, x bərabərdir mənfi 8 bölünsün 5. Yəni 2 dənə kökü olur, bu heç. Amma deməli, bir kökü sıfıra bərabər olur. Nə zaman? C sıfıra bərabər olanda, amma B sıfırdan fərqli olanda deyirik ki, tənliyin köklərindən biri sıfıra bərabərdir. Yalnız biri sıfıra bərabərdir. İkinci, getdi, gəldi üçüncüyə. Üçüncüdə artıq tənliyin hər iki kökü sıfıra bərabərdir. Hər iki kökü sıfırdır. Bu nə zaman olur? B də sıfıra bərabər olanda, C də sıfıra bərabər olanda. Məsələn, A x-in kvadratı bərabərdir 0. Yəni burada nə B yoxdur, nə C yoxdur. Bir dənə ax kvadratı bərabərdir 0 qalıb. Burada x-in 2 kökü də 0-a bərabərdir. Yəni x1 də 0-dır, x2 də 0-dır. Bu da sizin bir tip, yəni bir qaydanız daha natamam kvadrat tənliklə bağlı. Gəlir modul tənliklər. Modulda x bərabərdir, məsələn A. Modul tipli tənliklər. Demişdik, məsələn, modulun mənası nədir? Modul həmişə müsbət qiymət alır. İçəridə mənfi də olsa müsbət çıxır, müsbət də olsa müsbət çıxır. Hər halda müsbət çıxır. İndi modul tipli tənlikləri həll eləyəndə, məsələn, modul tənliyi həll eləyəndə modulun içərisini bir dəfə çöldəkinin müsbətinə bərabər eləyirsiniz, bir dəfə də onun mənfisinə bərabər eləyirsiniz. Çünki deyirik ki, məsələn, içəri müsbət də olsa, mənfi də olsa müsbət çıxır. Yəni ona görə hər iki halı nəzərdən keçiririk. Deyirik, bir dəfə onun müsbətinə bərabər ola bilər, bir dəfə də mənfisinə. Misal deyək, məsələn, modulda x bərabərdir 7. Burada x-i bir dəfə 7-yə bərabər eləyirsiniz, bir dəfə də onun əksinə bərabər eləyirsiniz. Deyirsiniz ki, kökü var, biri müsbətdir, biri müsbət 7-dir, biri də mənfi 7-dir. Bu
bayaqdan məsələn bizim danışdığımız 2 kökü var, 1 kökü var, kökü yoxdur. Necə bir dəyişənli xətti tənlikdə danışdıq, kvadrat tənlikdə danışdıq. Modul tənliklərdə də bunu danışmalıyıq. Modulda x bərabərdir a. Əgər birinci 1, 2 kökü var məsələn. 2 kökü olması üçün a sıfırdan böyük olmalıdır. Yəni bərabərliyin sağ tərəfi sıfırdan böyük olmalıdır, müsbət olmalıdır. Modulda x bərabərdir 3. Doğrudan da bunun 2 kökü olacaq. Biri müsbət 3'dür, biri də mənfi 3'dür. İkinci, 1 kökü var. 1 kökü var. 1 kökü olması üçün a sıfıra bərabər olmalıdır. Yəni modulda x bərabərdir 0. Yəni bunun 1 kökü var da x bərabərdir 0. Bunun köküdür. Üçüncü isə gəlir, deməli kökü yoxdur. Kökü yoxdur, biz onsuz da bilirik. Kökü yoxdur. Kökü olmaması üçün modulda x kiçikdir. Deməli a kiçikdir 0 olmalıdır. Yəni modulda x bərabərdir mənfi 3 məsələn. Bu tənliyin kökü yoxdur. Səbəb odur ki, modul mənfiyə bərabər olmaz. Ona görə. Getdik. Növbəti qaydamız nə gəlir? Gedilən yol düsturu var. Növbəti qaydamız. Amma onu danışmayacağım. Bir dənə köklə bağlı misallardan da həll edək. Məsələn, modulda x bərabərdir 7. Tutaq ki. Bu tənliyi həll etmək üçün düzü siz bunu birbaşa deyirsiniz. Məsələn, kök altından nə çıxır? Nədən 7 çıxır? Deyirsiniz ki, məsələn 49. Bu tənliyi necə həll edirsiniz? Hər tərəfini kvadrata yüksəldirsiniz. Kökdən getdi, qaldı x bərabərdir 49. Deyirsiniz ki, tənliyin kökü 49. Həmişə belə sadə formada yəqin ki, qabağımıza çıxmazdı. Məsələn, 5 çıxılsın 3x bərabərdir, tutaq 5 deyirik, məsələn. Tənliyi həll eləmək üçün hər tərəfini kvadrata yüksəldirik. Niyə görə kvadrata yüksəldirik? Kökün dərəcəsi nədirsə, sən həmin dərəcədən qüvvətə yüksəldirsən. Hal-hazırda məsələn, mənim yazdığım misalda kökün dərəcəsi 2 olduğuna görə mən hər tərəfi 2-yə yüksəltdim. İkinci dərəcədən qüvvətə yüksəltdim. Bir dənə də kubdan falandan da yazacağım sizin üçün. 5, deməli köklə kvadrat getdi, qaldı 5 çıxılsın 3x bərabərdir 25. Tənliyi də həll eləyirəm. Mənfi 3x bərabərdir 25. Keçdi bu tərəfə. Çıx 5. Mənfi 3x bərabərdir 20. X bərabərdir 20 bölünsün mənfi 3. Bu da mənfi 6 tam 3'də 2 eləyir. Gəlin bunun bir də 3-cü dərəcədən olandan yazaq da. Da 3-cü dərəcədən kök altında x çıxılsın 7. Bərabərdir. Məsələn, mənfi 2 tutaq ki. DS müəllim kökün altında mənfi nətər çıxır? Tək dərəcə olduğuna görə çıxılması mümkündür. Hər bir tərəfini 3-cü dərəcədən qüvvətə yüksəldirim. Köklə kub getdi, qaldı x çıxılsın 7. Bərabərdir. Mənfi 2'nin kubu da elədi, mənfi 8. X bərabərdir. Mənfi 8, mənfi 7, bu isə keçdi oldu müsbət 7. X bərabərdir, mənfi 1. Deyirik, x kökü mənfi 1'dir. Amma məsələn, bu formada qabağınıza çıxsa, 4-cü dərəcədən x üstə gəlsin 7 bərabərdir, mənfi 5. Bu tənliyin əlbəttə kökü yoxdur. Çünki cüt dərəcədən mənfi çıxa bilməz deyə deyirik ki, bunun kökü yoxdur. Bir dənə videonu burada saxlayayım, görün mən nəyi deməmişəm, nəyiniz qalıb. Deməli, biz nəyi danışmamışıq bu kvadrat tənliklərdən. Bir kvadrat tənliklərdən danışmamışıq. Bir kvadrat. Bir kvadrat tənlik nədir? Deməli, ax üstü 2n üstə gəlsin bx üstü n üstə gəlsin c bərabərdir 0. Bu formada olan tənliklərə deyilir bir kvadrat tənliklər. Yəni bu n falan yazanda biraz uşaqlar anlamaz, bir çətinləşir. Məsələn, 5x'in kvadratı, 5x'in üstü 4, çıxılsın 3x'in kvadratı, üstə gəlsin məsələn 7 bərabərdir 0. Bu bir kvadrat tənlikdir. Məsələn, siz tanışsınız 5x kvadratı, üstə gəlsin 3x bərabər, üstə gəlsin 7 bərabərdir 0. Yəni burada kvadrat, bunun dərəcəsi 1 və
sərbəst və salam. Bitdi. Siz bununla tanışdınız. Amma bu formada qabağınıza çıxanda buna deyilir bir kvadrat tənliklər. Bəs bir kvadrat tənliklər necə həll olunur? Bir kvadrat tənlikləri həll eləyəndə yeni bir dəyişən daxil edirsiniz və ya əvəzləmə aparırsınız. Elə bil ki, yəni bunu, bax bu tənliyi siz buna gətirib çıxardırsınız da. Yəni bu x kvadratı olana gətirib çıxardırsınız. Bunu da necə eləyirsiniz? Yəni bu 5x kvadratının kvadratıdır da bu. Çıxılsın 3x'in kvadratı, üstə gəlsin 7 bərabərdir 0. Hal-hazırda burada məsələn x kvadratı bizə elə bil ki, mane olur da. Bax bu x kvadratına bir dənə a deyirsən. A-nı dedin, məsələn. Gətirsən yerinə qoyursan 5 oldu a-nın kvadratı, çıx 3a, üstə gəlsin 7 bərabərdir 0. Artıq başlayırsan bu tənliyi həll eləməyə. İndi misal özümdən yazdığıma görə tam olaraq həllə alınmayacaq. Gəlin bir özümdən həllə alınan bir tənlik yazaq məsələn. X üstü 4. Çıxılsın 8x. Çıxılsın. Məsələn bu. İndi gəlin bunu belə deyək də. Gəlin burada əvəzləməni aparaq. X kvadratına bir dənə deyək t. Həldə şübhəliyəm. Misalın düz, yəni belə olsa deyəsən doğru olur. Hə, tamam. Məsələn x kvadratına buradan bir t deyək. T də deyə bilərsən, A da deyə bilərsən, B də deyə bilərsən. Ürəyin nə istəyir, yəni onu deyə bilərsən. Mən x kvadratı bir A dedik. Bu x üstü 4 nədir? X kvadratının kvadratıdır. İndi biz x kvadratın yerinə A yazmışıqsa, olacaq A-nın kvadratı. Üstə gələk 4 x kvadratı, yəni 4a. Üstə gəlsin 3 bərabərdir 0. Tənliyi həll eləyək. D bərabərdir. B kvadratı çıxılsın 4a-sı, yəni 10. 4'ün kvadratı çıxasın 4 vurulsun 3. 16 çıx 12 elə də 4. X1 bərabərdir. Mənfi B, yəni sözlə deyirəm deyə də bir də yazmıram da. Mənfi B, yəni mənfi 4 çıxılsın kökdə D, yəni kök altında 4 bölünsün 2A. Bərabərdir. Mənfi 4 çıx 2 bölünsün 2. Bu da mənfi 3. X2 bərabərdir. Mənfi 4 üstə gəlsin 2 bölünsün 2. Bərabərdir mənfi 1. Niyə mən bu tənliyi yazdım? Mənfi 3, mənfi 1. Aslında bunun ürəyim istəyən kimi yeri gəlib çıxmadı. Çünki nəyə görə ürəyim istəyən yeri gəlib çıxmadı? Məsələn, biz burada daha doğrusu x1 yox, a1, a2 tapdıq, tutaq ki. Gətirib indi yerinə qoyanda axı həqiqi kökü olmayacaq. X kvadratı bərabərdir mənfi 3. Yəni a-nı almışıq da biz yerinə qaytarıb qoymalıyıq. Yəni x kvadratı mənfi 3 ola bilməz axı və ya x kvadratı mənfi 1 ola bilməz axı. Bu olmadı, yəni bu heç bunu qoyduq qırağa. Məsələn, x kvadratı x üstü 4 üstə gələk 8x üstə gələk 15 bərabərdir 0. X kvadratına bir dənə t deyək. T kvadratı çıx 8t üstə gəlsin 15 bərabərdir 0. Diskriminant bərabərdir b kvadratı, yəni mənfi 8'in kvadratı çıxılsın 4a-sı, yəni 4 vurulsun 1 vurulsun 15, elədir 4. T1 bərabərdir mənfi b, yəni b burada mənfi 8'dir. Qabana bir dənə də mənfi altında olur müsbət 8. Üstə gəlsin kök altında 4 bölünsün 2a. Bu da elə də 8 üstə gəlsin 2 bölünsün 2, elə də 5. Bir dəfə də eyni şeyin çıxmasını yazacağıq da. 8 çıxılsın 2 bölünsün 2 bərabərdir. Deməli 6 bölünsün 2 elə də 3. Biz burada T1 ilə məsələn T2'nin qiymətini aldıq. Siz məsələn bunu alandan sonra deyə bilməzsiniz ki, hə, tənliyin kökləri 3-dən 5'dir. Yox, tənliyin kökləri 3-dən 5 deyil. Biz nəyə əvəzləmişiksə aparıb yerinə qoymalıyıq artıq.
Deməli, x kvadratı bərabərdir. Bir dəfə 5 götürəcəyik. X kvadratı 5'ə bərabərdir. Onda x bərabərdir. Kök altında 5. Bir dəfə müsbəti, bir dəfə də mənfi kökdə 5. 2 kökü budur. Daha sonra bir dəfə də x kvadrat bərabərdir 3'ü yerinə qoyacağıq. X bərabərdir kökdə 3, x bərabərdir mənfi kökdə 3. Deyirik ki, bu tənliyin 4 dənə kökü oldu. Biri müsbət 5, müsbət kökdə 5, mənfi kökdə 5, müsbət kökdə 3, mənfi kökdə 3. Bu da bizim bir kvadrat tənlik və onun həll olunma üsulu. Yəni bir kvadrat tənlikdə sadəcə əvəzləmə aparmalısınız. Məsələn, belə də ola bilər, ha. Və belə də ola bilər. Qabağınıza çıxa bilər. Burada x üstü 6 necə yaza bilərik? X kubunun kvadratı. Burada çünki kub var axı ona görə. Üstə gəlsin 8x-in kubu, üstə gələk 7. Məsələn, bərabərdir 0. Burada nə edə bilərik? Biz x kubuna bir dənə tb deyə bilərik. Olacaq t-nin kvadratı. Üstə gələk 8-dir, üstə gəlsin 7. Bərabərdir 0. Başlayasın buna həll eləməyə. Bitti. Bir kvadratdan məncə artıq yetər danışdığımız. Geri qayıdıram, deməli hara? Güvənəm. Deməli, güvəndən ev tapşırığınız nə olacaq? Nə olacaq? Deməli, çox asaq gəlir. Yəni 7-yə qədər məsələn çox asaddır. Buralara qədər çox asaddır. Burada artıq başlayır tənasüb. Tənasübün də qaydasını bilirsiniz. Orta ədlərin hası kənar ədlərin hasına bərabərdir. Gəldiniz buna. Məsələn, buradan bir dənəsini deyək. Tutaq ki, hansı olsun? Məsələn, 10-cu sual. Tənliyi deyir, həll edin. Sadədən deyib dəniz. Deməli, 3x çıxılsın, 2 vurulsun 5x, üstə gəlsin 1, bərabərdir 16 çıxılsın x. Tənliyi həll eləyək. Deməli, birinci mötərizəni vurub açacaq, vurğu içəridəki hər bir həddə vuracaq. 3x. Deməli, mənfi 2-ni müsbət 5x-ə vuranda elədi mənfi 10x. Mənfi 2-ni müsbət 1-ə vurduq, elədi mənfi 2. Bərabərdir 16 çıxılsın x. Tənliyi həll eləyəndə, bunu ilk öncədən deməliydim, demədim. Əslində, yəni biz bunları artıq bilirik, çox ibtidai şeylər sayılır. Dəyişənləri bir tərəfə, ədədləri də bir tərəfə yığırıq. 3x çıx 10x. Bu mənfi x getdi bu tərəfə və işarəsini dəyişdi, oldu müsbət x. Bərabərdir 16. Mənfi 2 də keçdi bu tərəfə, oldu. Deməli, nə oldu? Müsbət 2 oldu. Nəsə yanlış yazmıram mı? İnşallah. Tamam. Deməli, 3x və x topladınız, elədi 4x. 4x-dən də 10x-i çıxanda eləyəcək. Böyükdən kiçik çıxırsa böyük işarəsini yazsınız. Mənfi 6x bərabərdir 18. X-i də tapanda 18-i bölürsünüz mənfi 6-ya. X də bərabərdir mənfi 3. Məsələn. Nə deyək? Buradan. Məsələn, 13-ü deyək. Tutaq ki. 13-də iç-içə mötərizələri var. Deməli, 3x çıxılsın, 2x çıxılsın. X üstə gələk 1, üstə gələk 1, bərabərdir 8. Bu içərdən başlayacaq, buradan. Mötərizənin qarşısında əgər mənfi işarəsi varsa, içəridəkilər işarəsinin əksi olaraq çıxacaqlar. 3x çıxılsın, 2x oldu, çıx x çıxılsın 1, üstə gəlsin 1. Bərabərdir 8. Müsbət 1, mənfi 1 getdi. Qaldı 2x çıxılsın x. 2x-dən də 1x-ə çıxanda eləyir x. Yəni, bu hissə elədi x. Mötərizənin elədi x. Mötərizənin qabağında yenə mənfi işarəsi olduğuna görə o x öz işarəsini dəyişib çıxacaq. Olacaq 3x çıx x. Bərabərdir 8. 2x bərabərdir 8 isə x bərabərdir 4-dür. Başqa nə? Məsələn, kəsr olanları düzü.
orta məxrəcə gətirib filan belə həll eləyə bilərsiniz. Bu heç bunu, yəni bu hasatda da bu keçəcək bu tərəfə. Üstəgələ olacaq. Məxrəcləri də eyni olduğuna görə sürətlərini sadəcə toplayacaqsınız. Bu 25 də keçəcək bu tərəfə. Bu heç bu sadədir. Məsələn, bax. Bax, 4x, misal yazmayacağım, oxşarını yazacağım. 3x bölünsün 2. Çıxılsın 7 bölünsün, tutaq, nə? 4 bərabərdir. X üstə gəlsin 10, bölək tutaq ki, olsun 12. Misalda biraz daha fərqli oldu. Məsələn, bu tip tənlikləri həll edəndə, məsələn, kəsir var. Uşaqlar bez kəsir olanlar da biraz çaş-baş qalırlar. Siz bunun hər tərəfini kəsirdən belə deyək də azad eləmək üçün bu məxrəclərinə ortaq məxrəc tapırsınız və hər tərəfi orta məxrəcə vurursunuz. Yəni nə? Məsələn, 2-yə, 4-ə və 12-yə əküb tapırsınız. Eləyir 12. Demək, siz bunun hər tərəfinə 12, axı bir qayda demişdik başda. Hər tərəfini 12-yə vura bilərsiniz. Bax, 12-yə vura bilərsən. 12-yə vura bilərsən. 12-yə vurdun elədə 6. 6-nı da 3x-ə vurdun elədə 18x. Hər ikisi 4-ə getdi, 3 qaldı. 3-ü də 7-yə vurdun, 21. Hər tərəf 12 getdi, qaldı, x üstə gəlsin 10. Artıq bu tənlikdən bu tənliyə gəldi. Cavab dəyişəcəkmi? Yəni x-in qiymət dəyişəcək, dəyişməyəcək. Sadəcə sən işini daha biraz asanlaşdırdın da kəsirlərdən azad oldun. Yəni, misalda gedib özünüz həll eləyərsiniz. 16. Məsələn, 16, 3-ün altından 1 yazıb çarpaz formada vurmalısınız. Bu getdi. Burada da bax, əgər kəsir sizə mane olursa, hər tərəfini burada 2-yə vura bilərsiniz. Həmçinin bax, burada da məxrəc mane olursa, hər tərəfini, orta məxrəc tapıb, hər bir tərəfini ona vura bilərsiniz. Gəldik, məsələn, nəyə? Bu, artıq 19, 20 və 21 sırf qaydadır. Bunun bir dənəsini deyəcəm. Məsələn, 20-ni tutaq deyək. Deyək ki, A-nın hansı qiymətində bu xətti tənliyinin həlli yoxdur. Həlli olmaması üçün deyirik ki, x-in qarşısındakı əmsal 0-a bərabər olmalıdır. Onda belə çıxır ki, A 0-a bərabər olsa, bu tənliyin kökü olmayacaq, həlli olmayacaq. Məsələn, 22 sonsuz sayda həlli var deyir. Bunu aid mən 0 yazmışdım sözdə. Bunu deməyəcəm. Məsələn, bunu deyim. Tənliyin də sonsuz sayda həlli var. A-x üstə gəlsin B. Bərabərdir x üstə gəlsin 1. Tənliyi həll edəndə dəyişənlər bir tərəfə, ədədlər bir tərəfə yığılır axı. A-x keçdi bu tərəfə, çıx x. 1 keçdi bu tərəfə, çıx B. Yazdıqmı? X-i qarşıya çıxartdım. A çıxılsın 1, bərabərdir 1 çıxılsın B. Deyir, sonsuz sayda həlli var. Yəni, sonsuz sayda həlli nədir? 0, 0. Yəni, sağda 0, solda 0 olmalıdır. A çıx 1-i bərabər elədim 0-a, A bərabərdir 1. B çıx 1-i bərabər elədim 0-a, B bərabərdir 1. Deməli, A da 1, B də 1 olsa, onun sonsuz sayda həlli olar. Bizə də bunların cəmini istəyirdi, toplamaq lazımdır sadəcə. Bu 24-25 qaydadır, gedib yazarsınız. Həlli yoxdur qaydadır. K-nın hansı qiymətində xətti tənliyinin həlli yoxdur. Bu biraz daha düşündürücüdür. Bu misalda diqqətli olun. Sonsuz sayda həlli var. Bayaq yazdığımlardır. Buradan ortaq x-i qabağa çıxarda bilərsiniz. Buradan da ortaq x-i qabağa çıxardım, amma 8-i bu tərəfə keçirdim. Tənliyi həll edin. Məsələn, nəyə yazaq buradan? Məsələn, bax. Məsələn, bayaq bunun oxşarını yazdım. Sadəcə yazacağım. İndi mən də bunun yeni oxşarını yazacağım. 4x-in kvadratı üstə gəlsin 16x bərabərdir 0. Tənliyin tutaq ki, həll edin deyir. Hər birindən ortaq x-i qabağa çıxarda bilərik. Hər birində əmsallarından da ortaq 4-ü qabağa çıxarda bilərik. Yəni, hər birinin əmsal 4-ə bölünür. Buradan 4x-i çıxartdıq. Qaldı x, yəni 4x-i. Nəyə vursan 4x kvadrat eləyər? X-ə. Üstə gəlsin 4, yəni 4x-i 4-ə vursan 16x eləyər, bərabərdir 0. Hər birini ayrı-ayrıqda götürüb 0-a bərabər eləyirsiniz. Yəni, bir dəfə 4x bərabərdir 0, x bərabərdir 0. Bir dəfə də x üstə gəlsin 4 bərabərdir 0, x bərabərdir mənfi 4. Deyirsiniz ki, tənliyin 2 kökü var. Biri 0-dır, biri də mənfi 4-dür. Bu 1. Bir yolunu da mən sizə deyim, məsələn. Bax, deyirik ki, əgər C sıfıra qaydanı biliriksə, yəni gözəl. C sıfıra bərabər olsa, tənliyin köklərindən biri sıfırdır. Yəni, ona görə də ən azından, yəni bu
bu və bu deyil. Yəni C sıfıra bərabər, C yoxdur da burada. C sıfıra bərabərsə hökmən bir kökü sıfır olur. Yəni bu ya bu olacaq ya da bu. Tutaq məsələn tənliyi həll edə bilmirsənsə, bir kökün bildin ki sıfırdır. Bunu qoyduq qırağa. İndi mənfi 2-ni bir dəfə yerinə qoya bilərsən. Gör, hesablayanda sıfırı verir. Sıfırı verirsə demək sənin cavabın məsələn odur. Ya bu vermədisə, keçirsən buna. 6-nı qoyursan yerinə. 6-nı yerinə qoyanda sıfıra bərabər elədisə, nə gözə demək sənin həllin odur. Yəni bir yolda budur. Yəni o yolda bilin, həmişə yadınızda olsun. Bu yolda bilin, yadınızda olsun. Hər yolu bilmək yəni gözəldir. Bunlar da evə, bunlar da evə. Həm bu demək 35-ci sualın mən sizin üçün x çıx məsələn 3 kvadratı bərabərdir. X çıx y 10 məsələn kvadrat. Bu tənliyi həll etmək üçün bəlkə də ilk ağlınıza gələcək bir şey bunları kvadratlara yüksəltməkdir. Düzü eləyə bilərsiniz, səhv deyirsiniz, düzsüz. Amma bir yolu mən nə eləyərəm məsələn? X çıx 3-ün kvadratı. Bunu keçirdərəm bu tərəfə. Çıxılsın x çıxılsın 10-un kvadratı bərabər 0. Müxtəsər vurma düsturudur. A çıxılsın b. A kvadrat çıx b kvadrat. Bunda açılışı nə idi? Bir dəfə də A çıxılsın b, bir dəfə də A üstə gəlsin b. Yəni x çıxılsın 3. Üstə gəlsin x çıxılsın 10. Bir dəfə toplamasını yazdım. Bir dəfə də çıxmasını yazacağım. Yəni x çıx 3 çıxılsın x çıx 10. Və çıxılsın olduğuna görə bunların işarəsi dəyişəcəkdir. Oldu çıx x üstə gəlsin bərabərdir 0. X ilə x'i topladıq 2x çıx 13 buraya elədi. Burada da x ilə x bir-birinə islah getdi. Mənfi 3 ilə müsbət 10 elədi. Müsbət 7 bərabərdir 0. 0-a bərabər olması üçün də bu mötərizənin içə 0 olmalıdır. 2x çıxılsın 13 bərabərdir 0. 2x bərabərdir 13. X bərabərdir 6,5. Yəni belə deyək də bu bunun bir yoludur. Bir yolda müxtəsər vurma düsturudur. Yenə də o yolla da eləyə bilərsiniz istəsəniz. Yəni buna kvadrata yüksəlt, bunu da yüksəlt. Gəldik nəyə? Gəldik 36-cı sual. 36-cı sualdan biz hardasa yazmışdığıma görə. Yox. 36-cı sualdan kitabda yazılıb. Məktəb kitablarında olub. Məsələn, x üstə gəlsin 2-nin kvadratı. Çıxılsın 5x üstə gəlsin 2, üstə gəlsin 7 bərabərdir 0. Kvadrat tənliyi həll eləyəndə yenə də deyirəm, müxtəsər vurma düsturundan aça da bilərsən. Bu mötərizəni vurub aça da bilərsən. Sonra sadələşdirə də bilərsən. Eləyə bilərsən. Düzdür, səhv deyil. Amma baxırsan ki, burada x-əndə də x üstə gələk 1 var. Bir dəfə x üstə gələk 1-in kvadratı, bir dəfə x üstə gələk 1-dir. Bunda nə edirik? X üstə gələk 1-ə, x üstə gələk 1-ə. Bir dənə, daha doğrusu x üstə gələk 2 var. Burada x üstə gələk 2-yə məsələn bir dənə a deyirim. Əvəzləmə aparıram, biraz işimi asadlaşdırırım. Oldu a-nın kvadratı, çıxılsın 5a, üstə gəlsin 7, bərabərdir 0. Buradan tənliyi həll eləyirsən, diskriminant tapırsan, a1-i tapırsan, a2-ni tapırsan, tapandan sonra gətirib yerinə qoyursun. Məsələn, A-nı A1-i tutaq almısan 3. A2-ni almısan mənfi 2. Məsələn deyirəm də, indi bu tənliyi özümdən yazdığıma görə dəqiq qiymətlər olmaya bilər. Və gəldin yazırsan ki, x üstə gələk 2 bərabərdir 3, x bərabərdir 1, x üstə gəlsin 2 bərabərdir mənfi 2, x bərabərdir mənfi 4. Deyirsən, məsələn, tənliyin bir kökü 1-dir, bir kökü də mənfi 4-dür. Məsələn. Əvəzləmə. Amma müxtəsərlə yazmaq istəyirsənsə, yəni git müxtəsərlə də yaza bilərsən. Bu heç. Görək neçəyə qədər verə bilərik, ona baxmaq istəyirəm. Tənliyin böyük kökünü tapın, köklər cəmini tapın, tənliyin köklər hasilini tapın. Bir dənəsini yazın buradan, məsələn 40 yazın. Deməli, 1 bölünsün x çıxılsın 3 bərabərdir. X çıxılsın 2 bölünsün 2. Çarpaz formada vurursan, x-in kvadratı ya da yazaq sonra. X çıxılsın 3, vurulsun x çıxılsın 2, bərabərdir 2. X-in kvadratı çıxılsın 2, x çıxılsın 3x, üstə gəlsin 6 bərabərdir 2. Ay müəllim, buranı harda aldın deyirsənsə, videonu burada saxla və bir-bir özün vur, bax. X kvadratı mənfi 2x, mənfi 3x elədi, mənfi 5x, üstə gəlsin 6.
Bu 2'ni də keçirdim bu tərəfə. Çıx 2 bərabərdir 0. X kvadratı çıx 5x üstəgəlsin 4 bərabərdir 0. Deməli, deyir ki, tənliyin kökləri hasilini tapın. Ola bilər ki, məsələn, uşaq V düsturlarını bilmirsə, gedəcək diskriminant tapacaq, X1-i tapacaq, X2-ni tapacaq, sonra da onları bir-birinə vuracaq. Amma V düsturlarını bilirsə, deyir ki, V düsturları, yəni X1 ilə tənliyin köklərinin hasili bərabərdir C-yə, yəni 4-ə. Bu qədər. Burada da 0,5'i 10'da 5 yaza bilərsiniz. 10'da 5'də ixtisar edib 2'də 1 yaza bilərsiniz. Son çarpaz formada vurub tənliyi həll edə bilərsiniz. Burada da yenə də hər bir tərəfini 2'yə vura bilərsiniz. Yəni azad edə bilərsiniz. Deyir ki, bu köklərin cəmi ilə kəsirlərinin cəmi ilə hasilini bir-birinə bərabər edin. Tənliyi qurmalısınız burada. Yenə də burada kök tapıb hər tərəfə iynədə də vura bilərsiniz. Artıq burada vura bilməyirsiniz. Səbəb nədir? Burada artıq ortaq nədir bu? Ortaq məxrəcə gətirmək lazımdır. Bunu bir dənəsini deyirəm. Bir dənəsini deyəcəm. Çünki fikrim var ki, üzü aşağıya doğru bir 60'a qədər F tapşırığı vermək. Diskriminant hesablayın. Yəni bu qaydaların hamısını demişik ona görə. 60'a qədər yəqin ki evə verəcəm. 60'a qədər. Dəqiqə, sualların dəqiq sayını biləyim ondan sonra. Oo, vay vay vay. Deməli. Dəqiq sayı. Dəqiq sayı tam 155 dənədir. 60 dənəsini deyərsək, yəni yaxşı olur. Sabaha qədər. Sabahda başqa şeylərə baxarıq. Dərsində bu hissələri izah eləmişik. Yəni, əksəriyyətini izah eləmişəm qaydanın içərisində. 49'u deyəcəm. Deməli. A bölünsün 3A çıx 3 çıxılsın A bölək 5A çıx 5 bərabərdir. 1 bölünsün 6. Əmsallardan ortaqlıq görürsənsə qabağa çıxart. A bölünsün 3 vurulsun A çıxılsın 1. Çıxaq. A bölünsün 5 vurulsun A çıxılsın 1 bərabərdir. 6'da 1. 6'da 1. Deməli. Baxırsan ki, hər ikisində ortaq A çıxılsın 1 var. Amma nə yoxdur? Birində 3 var, birində 5 var. Ortaq məxrəcə gətirəndə yazırsan 3 vurulsun, 5 vurulsun, A çıx 1. İndi sənin ortaq məxrəcin budur. Ortaq məxrəci gətirmək üçün bunda nə yoxdur? 5 yoxdur. Bunda nə yoxdur? 3 yoxdur. 5'i vurdun A'ya 5A çıxılsın, 3'ü vurdun A'ya 3A. Bərabərdir 6'da 1. 5A'dan 3A'nı çıxdın, elədi 2A bölək 15 vurulsun, A çıx 1 bərabərdir 6'da 1. Çarpaz formada vura bilərsən. Çarpaz formada vuranda 12A bərabərdir 15 vurulsun, A çıxılsın 1. 12A bərabərdir 15A çıxılsın 15. Ədədin yanına dəyişən yanına 12A çıx 15A bərabərdir mənfi 15. Mənfi 3A bərabərdir mənfi 15-dirsə, A bərabərdir mənfi 15'i bölürsən mənfi 3'ə eləyir 5. F tapşırığımız deməli gedir 60'a qədər. Evə. Biz daha çox dayanacaq böyük ehtimal ki, məsələlərin üzərində. Çünki məsələlər ən vacib bu bir məhsulun içərisində ən vacib yerdir bizim üçün. Bunlarla daha çox çalışacaq və daha çox zaman itirəcək. Ona görə bunun misal olan yerlərini tez keçmək lazımdır biraz. 60'a qədər evə. Dərsinizə öncə baxın, izahlara baxın, ondan sonra yazın. Hələlik görüşək.